Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Sizlərlə mənəm Rövşən Mədizadə və Bağım Əmlak Agentliyi olaraq bugün sizə Mərdəkanda Teymur Quliyev sanatoriyasının yaxınlığında məşhur Baba Əliyev küçəsində 4 sot torpaq sahəsinin üzərində inşa edilmiş belə bir ekonom və zövqlü bağ evini təqdim etmək istəyirəm. İlk öncə yerləşmə yerini sizə demək istəyirəm ki, bu ərazi ta əzəldən bağ üçün ən prestij və necə deyərlər, 4 fəsil ərazilərdən hesab edilir. Çünki tam bütün infrastruktur bura yaxındır. Küçəsi çox genişdir, küçəsini sizə göstərmək istəyirəm. Və əlavə olaraq sizə demək istəyirəm ki, bir neçə istiqamətdən siz bura gələ bilərsiniz. Mərdəkanın mərkəzindən, eləcə də məşhur Bravo yolundan. Bağ evi haqqında sizə məlumat vermək istəyirəm ki, bu sahibkarın ümumiyyətlə baxmayaraq, büdcəsindən asılı olmayaraq çox səliqəli işlər görür və bu evdə minimalizmdir. Evin daxilinə keçməmişdən öncə istəyirəm sizə həyəti ilə tanış edim. Həyətində belə daxil olan kimi avtomatik qapıdan belə bir parking zonası var, meydançası. İstədiyiniz təyinata uyğun istifadə edə bilərsiniz. Və son zamanlar, necə deyərlər, bağ evlərini bu yay və qış mətbəxindən, mətbəxsiz daha doğrusu təsəvvür etmək çox çətindir. Belə bir yay və qış mətbəximiz var, isti döşəməsi ilə və bu yay və qış mətbəxinin xüsusi edən isə onun daxilində olan manqalıdır ki, fəsindən asılı olmayaraq istifadə edəsiniz və yanında əlavə olaraq həyət üçün nəzərdə tutulmuş sanitar qovşağıdır, hovuzdur. Ümumiyyətlə, hovuzlu bağlar almaq məsləhətdir ki, bu sizin investisiyanızdır, çünki rahatçılıqla belə bağları kirayə verə bilərsiniz. Evin kənarlarında da illərin belə bir ağacları var və daxil oluruq evə. Evə daxil olan kimi bizi gözəl belə bir təmir qarşılayır. Minimalizm, çox səliqəli. Dəhlizimizin sağ istiqamətində isə belə bir geniş zalımızdır ki, zaldan da birbaşa olaraq bağça görüntüsüdür. Çox səliqəli, rəngləri burada bir-birinə sintiz ediblər. Dəhlizimizin sol istiqamətində mətbəxdir. Mətbəxdən də birbaşa olaraq hovuz görüntüsüdür ki, xanımlar üçün birbaşa rahat olsun ki, uşaqlara nəzarət etsinlər. Və yataq otaqlarımız, evimiz ümumilikdə 4 otaqlıdır və 3 yataq otağı. Yataq otaqların biri master yataq otağıdır, daxilində özünə məxsus olan hamam otağıdır. Bütün yataq otaqlarını sizə göstərirəm, sanitar qovşaqlarını da. Evin daxilində 2 sanitar qovşağı var. Baxın, çox səliqəli işlər görüb sahibkar, alqış düşür və bizim də müştərilərimizə çox xüsusi bir endirim var. Nəzərinizə çatdırıram ki, gördüyünüz bu bağ evinin qiyməti 295 min manatdır və mərkəzdə 4 sot üçün deyərdim ki, çox belə bir yaxşı bir qiymətdir. Lakin bizim müştərilərimizə xüsusi bir endirim olacaq. Özünüzə yaxşı baxın, görüşmək ümidi ilə. Bağımaz sizin etibarlı seçiminiz.